Get bax insanlar nə gündədirlər. Və mən demirəm, qardaşım, sən deyirəm, gedin baxın insanlar nə gündədirlər. Vallahi insanlar var ki, gecə gündüz qəbirdə yatır. Məşhədlər yoxdur. Məşhəd nədir? Qəbirstanlıqdır da. Dəfn olunan yerlər. İnsanlar gecə gündüz qəbirdə yatırlar. Biri ağlayır, biri yaylıq sürtür, biri başını qoyur, biri dua edir, biri dərdini danışır. Və gecə səhərə qədər və bu davam edir. Yüzlərlə, minlərlə insanlar, yəni quburidirlər, yəni. Bağlıdır. Qəlbi qəbirə bağlıdır. Vallahi gəlir ölünün yanına. İndi ölüb də, yəni yoxdur. O deyir, sağdılar. Qardaş, sağ deyil, ölüb yəni. Allah yanında sağdılar, sən bilmirsən onu. O nə edir orada? Fakt odur ki, bizə görə ölüb bu adam. Torpağın altındadır, dəfn edilib. Aydın daxil. Və bütün ümidi, rəcası, təvəkkülü, qəlbi, hamısı ona bağlıdır. Dərdlərindən başqa ölkədən gəlir, dərdlərini buna danışmağa ölüyə. Dərdləri əslində danışılan kimdir? Allah subhanahu və teala. Niyə? Qardaşım, istənilən dərdi aradan qaldıran Allahdır. Yəni, problemi yəni. Allaha ərz elə və salam. Allah üçün heç nə çətin deyil. Niyə? Hər şey onun əlindədir, xəzinə onun əlindədir, o idarə edir, o istəyəndə olur, istəməyəndə heç nə ola bilmir. Danış ona. Sən gəlirsən qəbrin yanına çatır, rahatlaşdı və salam yəni. Quburi idi ona görə. Amma sən nəsən, qardaşım? Muvahhid, tevhid əhli, tək Allaha ibadət edirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm göndərilmişdi ki, vallahi, yer üzünə ged insanları, vəzifə var yoxsa yox, vəzifəsi var idi. Risaləti təbliğ eləmək. Risalət nə idi? Ən-i'budullaha vəctənibut-tağut. Allaha ibadət edin, başqasını ibadət etməkdən çəkinin. Yəni, insanları bağlasın Allaha. Yer üzünə buna görə göndərilmişdi. İnsanlar hərəsi bir yerdə idi. Təsəvvür elə, Peyğəmbər sallallahu aleyhi və səlləm gələndə, evlər bilirsən nə gündə idi? Evlər, Məkkədə. Hərəsinin evində 4-5 dənə büt var idi. Hər bütün də öz vəzifəsi var idi. Bu, səfərə gedəndə lazımdır. Bu, evlənmək üçün lazımdır. Bu, xəstələnəndə şəfa üçündür, biraz böyüdür. Bu, hərəsinin evində böyük bütlər var idi. Hərəsinə bir cür tapınırdılar. Bir cür xidmət edirdilər. İşim düzəlsin, bu, işə bu baxır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm göndərildi ki, ged o bütləri sındır. Yəni, bildiyimiz sındırmaqla gedir söhbət. Həm bu, sahabənin biri uzun hədisdə deyir ki, gəlir deyir ki, ya Rasulallah, Allah Teala səni nəyə görə göndərdi? Uzun hədisdir, bu hissə hədisin içindədir. Deyir, nəyə görə göndərib səni? Deyir, göndərdi ki, gedin bütləri sındırın. Bu bölgələrdə bütlər var idi. Sahabələr yadınızdadır, hədislər var. Göndərir ki, get filan Yəmənə, sən filan yerə, orada filan bütlər qalıb, get onu sındır. İnsanları məxluqdan ayırıb tək Allaha bağlamağa gəlmişdi Peyğəmbər sallallahu aleyhi və səlləm. İndi bu dəvəti təbliğ edirsən, insanlardan ayırırsan, insanlara bağlanmağa qoymursan, tək Allaha dəvət edirsən, çağırırsan, ey insanlar, tək ona yönəlin, deyir, vahabilərdir, deyir, bunlar deyir. Bunlar deyir, müasir sələfilər, İngilis maliyyələşdirir, örgədir ki, bu əqidəni yayasan. Gör, nə gündədir insanlar yəni. Tək Allaha ibadətə çağırırsan, deyir, bunlar deyir, İngilis maliyyələşdirir, deyir, subhanallah. Ona görə bax, deyirəm ki, dərsin əvvəlində də qeyd elədim ki, sağlam əqidə ən böyük şeydir verilib sənə Allahdan. Qardaş, sən bilirsən kimdir Allah. Bilirsən haqqı nədir. Bilirsən kimi ibadət edirsən, kimə əyilirsən, kimi çağırırsan. Hər şey onun əlindədir. Bunu bilirsən, bəsdir qardaşım. Ən böyük şeydir verilib sənə. Ona görə iman gətirib şərik. Şərik də nə vaxt olur? Üç şeydə, rububiyyə, bayaq dedim, üluhiyyə və sifətlər. Üçündə muvahhid ol, şirkin olmasın və salam, nemət içindəsən. Ona görə insanlar dərk eləməlidirlər, başa düşməlidirlər ki, Allah subhanahu və teala təkdir, şəriki yoxdur, ibadətə haqqı çatan tək odur. İbadətə haqqı çatan tək odur. Və salam. Və belə.